İndi paytaxt sakinlərinin yaxşı tanıdığı ucuz qiyməti və bol çeşidi ilə hər zaman seçilən 8-ci kilometr topdan bazarı öz görünüşünü tamamilə dəyişib. Bazarda hər gün baş verən təbii yarmarka isə alıcıları özünə cəlb edir. Paytaxt sakinlərinin yaxşı tanıdığı 8-ci kilometr bazarı tamamilə yenilənib. Bazarın üstü örtülüb, ərazi abadlaşdırılıb. Yenilik bazarda həm daha rahat, həm də sərfəli alış-verişə imkan verəcək. Gözəl məhsul, yəni həmişə aldığım satıcıdır. Mən gəlim bundan, qiyməti də normaldir, yaxşı məhsul. Dəyişiklik qiymətlərə də təsir etməyəcək. Bura Bakının ən ucuz bazarı olaraq qalmağa davam edəcək. Bazarda işlər səhərə yaxın saat 4-dən başlayır və satıcılar günorta 12-yədək malını satdıqdan sonra əlində qalanı çox ucuz qiymətə alıcılara təklif edir. Bu isə təbii yarmarkanın baş verməsinə şərait yaradır. Bu bazarda elə bir satırıq malımızı, əlimizdə mal qaldısa da 12-dən sonra qoyuruq kilo satışına. Yəni o mal təbii yarmarka kimi çox gözəl, müsbət, belə deyə bilərəm mən. Bazarda keyfiyyət və gigiyenaya xüsusi diqqət yetirilir. Tərəzlərin hər biri yoxlanışdan keçirilib, möhürləndikdən sonra istifadəsinə icazə verilir. Topdan qiymətinə pərakəndə alış-veriş arzulayanlar, ha belə nübar məhsulları ən ucuz qiymət almaq istəyənlər 8-ci kilometr bazarına üz tuta bilərlər.